Milyonluq villa yarı qiymətinə. Bakıxanovda 7 sotda 2 mərtəbəli villamız satışa çıxıb. Bax, geniş plaşatkası var. Belə görsədim. Qəşəng naves düzəldilib, yəni üzüm navesidir. Girirsən sol tərəfdə, hər cürə də ağacı var yəni həyətində. Hamam tualetli sanuzel çöldə. Burada da bisetka üçün yer qoyulub, bax. İstəyən olsa, yəni burada bisetka sala bilər. Amma bisetka o tərəfə qoyulubdur, göstərəcəm sizə. Çox gözəl bir variantdır. Qiyməti də yerinə görə Bakıxanovda torpağın sotu 60 min, 70 min. 7 sotun üstündə elə qiymətə verilir ki, yəni. Bax, bisetkası buradadır. Uzun müddət yaşayış olmuyor. Bax, çəkirəm, baxasınız. Bu nə ağacıdır? Ərikdir deyəsən. Bu kombi otağıdır, bax. Görürsünüz, 1-2 dənə kombidir. Hər mərtəbəyə bir dənə kombi qoyulubdur. Nardır, heyvadır həyətində. Bu tərəfi də çəkək. Bura əl damıdır. Nəsə artıq evdə nəsə artıq banka yığmağa. Evin arxasına da fırlanmağa yeri var. Bax, bu da evin arxasına fırlanmağa. 4 tərəfinə fırlanmaq olur evin. Ətraflı çəkirəm ki, yəni oturun, izləyin. Düzdür, biraz vaxtınız alacaq. Bax, qapıdan giriş hissəsi. Girdin qapıdan. Sağda zaldır. Bax, evə girəndə sağ tərəfdə zal hissəsidir. Öz həyətinə baxır. Evdə hardasa 85-90% görülüb. Sadəcə aboylar qalır, bax. Diqqətlə baxın, aboylar vurulmalıdır. Yəni, işin çoxu görülübdür. Sonra, bax, hol hissəsidir bura. Girişdə holdur, görürsünüz, geniş bir hol hissəsidir. Aşağıda zal kuxuna sanzeldir. Kuxunasıdır. Aboy zad vurulmur, yəni. Hardasa bir 85% ki görülüb, 90%. İkinci mərtəbəni də göstərəcəm, baxın. Aşağı mərtəbədə sanzel. İkinci mərtəbəyə qalxırıq. Qalxırsan ikinci mərtəbə. İkinci mərtəbənin bütün materialları alınıb. İndi göstərəcəm sizə. Sadəcə düzəltmək lazımdır. Bax, pilləkəndən qalxanda qəşəng geniş pəncərəsidir. Sol tərəfdə yataq otağıdır. Buradan balkona çıxışı var. Yerləşmə yeri çox yaxşı yerdir. Bakıxanovda Pajarniyə yaxındır. Pajarnının arxasındakı küçədədir. Bax, materiallar hamısı da zakaz gəlib, Rusiyadan gəlibdir. Hamısı alınıb, polun materiallar, laminatı zad hamısı alınıb. Sadəcə yerə döşənməlidir. Bu da hamın tualetli sanuzel. Bütün görsəyə, kafe, mətbəx, santexnik işlər görülüb. Hər bir şey, sadəcə aksesuarları qoşmaq lazımdır. Buradan da bir balkona çıxışı var. Bir balkon da buradadır. Geniş balkonu var buradan da. Yerləşmə olaraq, mənzərə olaraq, evin özü olaraq çox gözəl evdir. Sadəcə biraz təmirin yarımçıq qalan hissəsini görmək lazım. Bu da böyük yataq otağı, yəni zal üçün bir şey belə yekədir, bax.
Bu da otaq kimi nəzərdə tutulub, amma belə bağlanmıb, ehtiyac olunub deyə. Bir otaq da buradadır. Qiymət 470 min manata deyir. 7 sotda yaxın torpaqdır. 6,76 torpağın ölçüsüdür. Paket kupçadır. Evində, torpağında kupçası var. Təcili satılır 470 min manata. Allah xeyir versin.